Birinci sualda I wish kaşki deməkdir və bu sözdən sonra mütləq keçmiş işləməlidir. Ona görə cavab A-dır. Told. İkinci sualda deməli if-in, yəni conditionalın qaydasına baxsaq, if-dən sonra keçmiş, o biri tərəf should would, if-dən sonra keçmiş bitmiş, o biri tərəf should have would have olmalıdır. Və buna uyğun C variantıdır. Və if-dən sonra keçmiş, o biri tərəf ya should ya da would düsturu. 3-də baxaraq A variantında if-dən sonra bitmişdirsə, o biri tərəfdə bitmiş formada, yəni should have carried olmalıydı. B-də də həmin məsələdir. Burada da had appeared olmalıydı. Sonra C-də if-dən sonra birbaşa sonraki boşluqda should would olmaz, o biri tərəfə düşməli idi. D-də isə B-dəki kimi olmalıdır. Yəni bir tərəf bitmişdirsə, o biri tərəfdə bitmiş olmalıydı. Y variantı düzdür orada. Dördüncü sualda conditional görürük. If olan cümlədir. Şərt. Budaq cümləsidir və onların 2 dənə forması var. If-dən sonra keçmiş sadə, o biri tərəf should would ya da if-dən sonra keçmiş bitmiş, o biri tərəf should have would have. Görək ona uyğun nə görürük. If-dən sonra keçmiş sadə yoxdur, amma keçmiş bitmiş var və cavab olur D variantı. If-dən sonra keçmiş bitmiş, o biri tərəf should have ya da would have ola bilərdi. Sadəcə burada söhbət I və we-dən gedəndə would əvəzinə should işlədə bilərik. Beşinci sualda I wish kaşki deməkdir. Wish onsuz da keçmişlə işlənir o heç. Keçmişlə işlənirsə B-dəki have, C-dəki will, D-dəki shall getməlidir. A variantındakı was consulted, bu məchul növdür, to be ya participle to, bu səhvdir. Ona görə düzgün cavab Y variantı had consulted. Wish-dən sonra biz hər hansısa keçmiş işlətməliyik. Əgər söhbət indiki zamanı nəzərdə tutursa və indiki zamanda kaş ki, bax, indi bu olsaydı desəydik, onda keçmiş sadə işlədərik. Amma əgər olub bitmiş, iş işdən keçmiş bir məsələdən söhbət gedirsə və deyir ki, kaş belə yox, belə olaydı, onda keçmiş bitmiş işlədirik. Yəni, burada da görürük ki, cümlənin o biri tərəfində keçmiş var da. Məsələn, failed, was və bunlar göstərir ki, biz artıq keçmişdə qalan bir şeyə görə biz danışırıq və onun haqqında təəssüf eləyirik. Kaş ki, mən müəllimlə görüşərdim, riyaziyyatın bu qədər çətin olduğunu anlayardım. Yəni ki, keçmiş barədə söhbət edirik və ona görə də keçmişi bir adım geri atırıq, olur keçmiş bitmiş və cavab Y variantı. 6-cı sualda if cümləsi görürük, yəni ki, conditional mood və 2 dənə uzlaşması var. If-dən sonra keçmiş sadə, o biri tərəf should would ya da if-dən sonra keçmiş bitmiş, o biri tərəfi should have would have. C variantında if-dən sonra keçmiş bitmiş verib, amma o biri tərəfi should have would have deyil deyə C variantından çıxırıq. D variantı da uzlaşmır, çünki əgər ikinci tərəf would have olsaydı, gərək birinci tərəfdə keçmiş bitmiş olardı. O da keçmiş bitmiş deyil, onu da çıxırıq. Y variantını çıxırıq, çünki if-dən sonra would lazım deyil bizə. A və B variantı arasına qalırıq. İkisi də eyni şeydir, amma birinci tərəfi inkardır. Burada A variantı mənaca düzgün deyil. Çünki deyir ki, əgər sən axmaq olsaydın, bu qədər çox səhv eləməzdin. Amma bizə lazımdır B variantı. Əgər sən axmaq olmasaydın, bu qədər çox səhv eləməzdin. 7-ci sualda conditional mood görürük, yəni if-lə olan cümlə və onların da belə formada düsturları var ki, if-dən sonra keçmiş sadə qoyuruqsa o biri tərəfə should would düşür, beləsi yoxdur. Onda ikinci düstura əl atırıq. If-dən sonra keçmiş bitmiş, o biri tərəf should have would have. O da olur C variantı. If-dən sonra keçmiş bitmiş had been, o biri tərəfdə should have would have, yəni ki, should have lost. Söhbət əgər we ya da I əvəzliyinə gedirsə, orada yəni should işlətmək problem deyil. Bu artıq would-un dostu olan shoulddur. Yəni ki, supposition olan should'u deyil. Burada problem yoxdur.
8-də if-dən sonra keçmiş o biri tərəf should, would, might, could olmalıdır və A variantı uyğun gəlir. B niyə olmaz? If-dən sonra keçmişdirsə o biri tərəf perfect lazım deyil. C ilə D variantında if-dən sonra should, would, might, could düşmür. Onlar o biri tərəfə düşür. Y variantında isə if-dən sonra bitmişdirsə, gərək o biri tərəfdə bitmiş formada ola. Yəni should have olmalıydı. Doqquzuncu sualda I wish görək kaş ki deməkdir və bu feildən sonra mütləq keçmiş olmalıdır. Keçmişlərdəki bir A variantıdır, D variantıdır, Y variantıdır, amma cümlədə last görürük. Last keçmiş sadənin göstəricisidir və mudda da biz neynirik? Bir addım geri atırıq. Keçmiş sadəni də bir addım geri atanda olur, keçmiş bitmiş. Ona görə də cavab olur D variantı had been. 10-cu sualda conditional görürük. Yəni if və 2 dənə düsturumuz var. If-dən sonra keçmiş o biri tərəf should ya da would ya da if-dən sonra keçmiş bitmiş o biri tərəf should have, would have. Bu düstura uyğun olan baxaq. Məsələn, A variantı düz gəlmir, B düz gəlmir. C-ni saxlayaq, D-ni də saxlayaq, Y düz gəlmir. Və deməli if I didn't lend Nick my watch, he wouldn't D variantında wouldn't broken olmaz, wouldn't break olmalıydı, amma C variantı düzdür. If-dən sonra keçmiş bitmiş, o biri tərəf should have, would have. 11-ci sualda conditional görürük if-lə və düsturları belədir. If-dən sonra keçmiş sadə qoysaq, o biri tərəfi should, would olar. Varmı beləsi? Bəli, Y variantı if-dən sonra keçmiş sadə suggested, o biri tərəfi də should, would, should follow. Burada I ya da we əvəzli ilə söhbət gedəndə would əvəzinə should işləsmək problem yoxdur. Əgər bu variant olmasaydı, onu da belə götürərdik. If-dən sonra keçmiş bitmiş, o biri tərəf should have ya da would have. 12-ci sualda I wish kaş ki deməkdə özündən sonra ancaq keçmiş tələb eləyir. Burada keçmiş olmayan məsələn Y variantıda çıxırıq. Yerdə qalanları əl vura bilmirik. Cümlədə görürük ki couldn't sleep. Yəni söhbət keçmişdən gedir və biz mudda neynirik? Hərəkəti bir addım geri atırıq da. Elə bil ki, keçmişsə biz bunu keçmiş, bitmiş kimi veririk. İndi B yoxsa D götürək. Burada ucu mənaya baxırıq. Deyir ki, keçən gecə yaxşı yatmamışdım. Kaş ki o qədər çox qəhvə içərdim, yoxsa içməzdim. Təbii ki, içməzdim. O görə də cavab olur B variantı. 13-də if-dən sonra keçmiş o biri tərəf should, would, could, might və ya if-dən sonra keçmiş bitmiş o biri tərəf should have, would have, could have, might have olmalıdır. Yəni 2 dənə sabit düsturumuz var və o da D variantı uyğun gəlir. Hər iki tərəf perfect olması. O birilər niyə olmaz? A variantı da if-dən sonra perfect deyil, amma o biri tərəf perfectdir. B ilə C-də if-dən sonra would-lar qoymuruq. Y variantında isə indiki bitmişdən söhbət gedə bilməz burada. Yəni bu conditional mood-da ancaq keçmişlərdən danışırıq. 14-də I wish my name. Deməli, I wish kaş ki deməkdir və bu mood yaradan ifadədir. Özündən sonra keçmiş tələb eləyir və orada da C variantı olur. I wish my name were in the Guinness Book of Records. Kaş ki mənim adım rekordlar kitabında olaydı. O birilər niyə olmaz? Çünki qeyri-real mooddan danışırıqsa, burada hər şey keçmişdə olmalıdır. Y variantında should been quruluşu ümumiyyətlə yanlışdır. Belə bir birləşmə ümumiyyətlə mümkün deyil. Və bilirik ki, bu cür moodda biz were işlədirik. Bütün şəxslərlə fərqi yoxdur, təkdir, cəmdir, elə were işlədirik. Və bunun da adı olur past subjunctive. O nə deməkdir? Görünüşcə keçmişə oxşuyur feil, amma real məna əslində mənası indiyə aiddir, gələcəyə aiddir. Amma reallıqla üst-üstə düşmür.
Yəni mənim adım reallıqda o kitabın içində yoxdur, amma kaş ki olaydı. 15-ci sualda conditional mod görürük. Düsturlar necədir? If-dən sonra keçmiş sadə olsa, o biri tərəfə should, would olar. Varmı belə bir variant? Var. Y variantı. If-dən sonra keçmiş sadə had. Had yəni var feilidir də. Var feilinin keçmişidir. O biri tərəfdə would meant keçmişə nəzərən gələcək. Əgər bu variant olmasaydı, onda beləsini götürərdik ki, if-dən sonra keçmiş bitmiş, o biri tərəf should have ya da would have. Belə bir variant yoxdur deyə, ancaq Y variantı düzdür. Adım geri atırıq. 16-cı sualda yəni if görürük, conditional və deməli düsturlarımızı yadımıza salaq. If-dən sonra keçmiş, o biri tərəf should, would ya da if-dən sonra keçmiş bitmiş, o biri tərəf should have, would have. Buna uyğun bizim nəyimiz var? B variantı var və C variantı var. Və cümlədə yesterday görürük, yəni keçmişdən danışır və biz də bilirik ki, biz burada nə edirik? Həmişə bir adım geri atırıq. Keçmişdirsə, deməli, keçmiş bitmişə çevirməliyik və cavab olur B variantı. If-dən sonra keçmiş bitmiş, o biri tərəf should have, would have. On 7-ci sualda deməli I wish kaş ki deməkdir. Özündən sonra keçmiş qəbul eləyir. Ona görə də cavab olur C variantı, she made. Y variantı olmaz, o məchul növdür. 18-ci sualda if-dir, conditionaldır və iki düsturumuz var. If-dən sonra keçmiş, o biri tərəf should, would ya da if-dən sonra keçmiş, bitmiş, o biri tərəf should have, would have. Bizə uyğun olan Y variantıdır. If-dən sonra keçmiş, bitmiş, o biri tərəf should have, would have. 19-cu sualda I wish görürük. Kaş ki deməkdir, özündən sonra keçmiş tələb eləyir. Özü də ki, cümlədə last night var, keçmiş sadənin göstəricisidir və biz burada nə edirik? Hər şeyi bir adım geri atırıq. Keçmiş sadəni bir adım geri atında keçmiş bitmiş olur və cavab olur B variantı had brought. İrmidə if-dən sonra nəyə qoya bilərik? Məsələn, keçmiş qoysaq, o biri tərəf should, would, could, might və ya if-dən sonra perfect o biri tərəfdə perfect olmalıdır. Burada düstura uyğun D variantı görürəm. If-dən sonra V, yəni keçmiş sadə, o biri tərəf should, would, could, might. Hər iki tərəf perfect olmayan düstur var. A variantında niyə olmaz? Çünki if-dən sonra perfectsə o biri tərəfdə perfect olmalıdır. B variantında if-dən sonra perfect deyil, amma o biri tərəf perfectdir. Belə düz gəlmir. Yəni bunlar əslində mixed conditionaldır. O da bizim cümləmizə hələ ki lazım deyil. C variantında if və Y variantında if-dən sonra would-lar qoymuruq. 21-ci sualda conditional mod görürük. If və düsturlar necədir? If-dən sonra keçmiş sadə, o biri tərəf should, would. Varmı belə bir variant? Yoxdur. Onda ikinci formaya əl atırıq, ikinci düstura. If-dən sonra keçmiş, bitmiş, o biri tərəf would have ya da should have. Var. A variantıdır. If-dən sonra keçmiş, bitmiş had sailed, o biri tərəfə də would have struck. Would have struck. Bax belə. Əgər cümlənin mübtədası I ya da we olsa, onda would əvəzinə should işlədə bilərik. Iyirmi ikinci sualda the boy wishes, oğlan təəssüf edir, oğlan deyir ki, kaş ki. Yəni bu kaş ki cümlələri həmişə keçmişlə əlaqədar olur. A variantı indikidir. Y variantı da idikidir. Was broken, wasn't broken. Bunlar passivdir. He olan yerdə passive nə edirik ki? Biz burada ancaq hadn't broken götürə bilərik. Niyə keçmiş bitmiş? Çünki əgər mudda iş işdən keçibsə, heç nəyə geri qaytarmaq mümkün deyilsə, onda keçmiş bitmiş işlədir. O deyir ki, oğlan deyir kaş ki pəncərəni qırmazdı. Deməli artıq pəncərəni qırıb, bu hadisə keçib gedibdir. Yəni artıq qırıq pəncərəni geri qaytarmaq mümkün deyil. Ona görə də keçmiş bitmiş işlədirik.
23-cü sualda if görürük, conditionaldır və iki düsturumuz var. Ifdən sonra keçmiş, o biri tərəf should ya da would. Ifdən sonra keçmiş bitmiş, o biri tərəf should have, would have. Buna uyğun düsturumuz deməli D variantıdır. Ifdən sonra keçmiş bitmiş, o biri tərəf should have, would have. Yəni bitmiş forması var, keçmiş sadə forması yoxdur. Yəni iki dənə düsturumuz var, D variantı düz gəlir. 24-cü sualda conditional mod görürük. If və düsturlarımızı yadımıza salaq. Ifdən sonra keçmiş, o biri tərəf should would və ya ifdən sonra keçmiş bitmiş, o biri tərəf should have, would have. Görək hansı uyğun gəlir. Elə B variantıdır. İfdən sonra keçmiş bitmiş, o biri tərəf should have, would have. Sadə forması yoxdur. Yəni bitmiş forması düsturu var. Onun üçün də cavab B-dir. Iyirmi beşinci sualda ifdir. İki dənə düstur var. Ifdən sonra keçmiş, o biri tərəf should would ya da ifdən sonra keçmiş bitmiş, o biri tərəf should have, would have. Baxaq hansı düz gəlir. Ifdən sonra keçmiş, o biri tərəf should would olanı yoxdur, amma bitmiş və should have, would have var. Y variantıdır. Sadəcə burada should have əvəzinə could have, yəni feili modalla ifadə eləmişik və cavab olur Y variantı. 16-cı sualda wishdən sonra keçmiş gəlməlidir və söhbət love indidən gedir. Və salam keçmişə atırıq da bir adım geri atırıq olur keçmiş və cavab olur D variantı were. 27-ci sualda yenə conditional görürük. If. Ifdən sonra keçmiş sadə olsa, o biri tərəf should would olur. Görək elə bir variant varmı? Bəli, var. A variantıdır. Ifdən sonra keçmiş sadə had. Bu bitmiş deyil. Bu sadəcə var feilinin keçmişidir. Had. O bir tərəfdə keçmişə nəzərən would take. Deyir ki, yəni səyyahlar deyir ki, əgər kameramız olsaydı, bu gözəl mənzərələri çəkərdik. Yəni A variantı. Əgər belə bir variant əlimizdə olmasaydı, onda ikinci düstura əl atardıq. Yəni ki, ifdən sonra keçmiş bitmiş, o bir tərəfə would have ya da should have. Eləsi də yoxdur. Iyirmi səkkizinci sualda deməli conditional modu görürük və iki dənə düsturumuz var. Ifdən sonra keçmiş, o biri tərəf should would. Baxırıq, yoxdur elə bir şey. Onda ikinci düsturu. Ifdən sonra keçmiş bitmiş, o biri tərəf should have, would have. O da A variantıdır. Çox asan, çox sadə. İki dənə düstur bilməklə bütün conditionalları eləmək olar. 29-cu sualda I wish arzu bildirir, yəni kaşki deməkdir. If only da kaşki deməkdir. Sonra as if, as though bunlar hamısı mood ifadələrdir və bunlardan sonra keçmiş zaman işlənməlidir. Keçmiş olan, məsələn, C variantı keçmişə oxşuyur, amma bu məchuldur. Bizim çatmamız niyə məchulda olsun? A, D, bunlar indiki gələcəkdir, bunlar lazım deyil. Y variantında diddən sonra id ola bilməz, bu səhvdir. Və cavab olur B variantı, had reached, keçmiş, bitmiş. Yəni wish indiki zamandadır, heç modda biz ümumiyyətlə baxmırıq ki, uzlaşma olmalıdır, yoxsa olmalı deyil. O önəmli deyil modda. Sadəcə biz bilirik ki, kaş vaxtında evə çatardıq. O deməkdir ki, biz keçmişdən danışırıq. Məsələn, dünəndən danışırıq ki, məsələn, gec çatmışdıq, amma kaş ki, vaxtında çatardıq. Yəni, biz də bilirik ki, modda zamanı bir adım geri atırıq. Məsələn, biz keçmişdəki hadisəni burada təsvir eləmişiksə, onu bir adım geri atırıq, olur keçmiş bitmiş və ona görə də cavab olur B variantı. Və bir də belə ola bilər ki, keçmiş sadə ilə I wish we reached home. Kaş ki, evə çataq. Yəni, hələ çatmamışıq. Kaş ki, çataq. İndiki zamanı nəzərdə tuturuq. Və moda görə bir adım geri atırıq, olur keçmiş. Otuzda conditionaldır if. Ifdən sonra keçmiş, o biri tərəf should would və ifdən sonra keçmiş bitmiş, o biri tərəfə should have, would have düşməlidir.
Burada məsələn B variantında keçmiş bitmişdirsə, o biri tərəfdə should have olmalıdır. C variantında o biri tərəf should have-dirsə, birinci tərəfdə keçmiş bitmiş olmalı idi. D variantında ümumiyyətlə if tərəfə should atmırıq, o biri tərəfə atmalıyıq. A və Y variantı arasında qaldıq. Eyni şeydir. A variantı təsdiqdir, Y variantı inkardır. Yəni A variantındakı had o bitmişin had'i deyil, o have-in keçmişidir. Yəni have feilinin keçmiş sadəsidir. Sadəcə burada təsdiqi və inkarı, yəni tərcüməyə fikir verməliyik və burada da tərcüməyə görə inkar olmalıdır. Yəni dişim ağrımasaydı daha gözəl vaxt keçirərdim olardı. Ona görə cavab olur Y variantı. 31-ci sualda conditional mod görürük. If və birinci düsturu yadımıza salaq. If-dən sonra keçmiş sadə, o biri tərəf should ya da would olmalıdır. Varmı belə bir variant? Keçmiş sadə və should, would. Belə bir variant yoxdur. Onda ikinci düstura əl atıraq. If-dən sonra keçmiş bitmiş, o biri tərəf should have ya da would have. Bax, beləsi var. A variantı. If-dən sonra keçmiş bitmiş hadn't left, o biri tərəf would have. Yəni, wouldn't have hurt himself. Tərcümə eləyəndə deyir ki, əgər sən uşağı tək qoymasaydın, indi o özü-özünə zərər yetirməzdi. Zərər yetirməmiş olardı. Yəni ki, A variantıdır. Digər variantlar uyğun gəlmir. Sadəcə bu iki düstur əzbərliyində həmişə öz yerini tutur. If-dən sonra keçmiş sadə, o biri tərəf should, would. If-dən sonra keçmiş bitmiş, o biri tərəf should have, would have. %32-də if-dən sonra deməli bitmiş qoysaq, o biri tərəfdə bitmiş olmalıdır və A variantı görürəm ki, düzgündür. Bu düstura əsasən görək nə olur mənası. If you hadn't left the child alone, he wouldn't have hurt himself. Əgər sən uşağı tək qoymasaydın, o öz-özünə zərər yetirməzdi. O biri variantları niyə qoymuruq? B variantında if tərəf perfect deyil, o biri tərəf perfectdir. Bu düz gəlmir, bu mixed conditionaldır. C variantında if-dən sonra perfect, o biri tərəf perfect deyil. Bu da düz gəlmir, bu da mixed conditionaldır. D variantında if-dən sonra would-lar qoymuruq. Would-lar o biri tərəfə düşür. Y variantında ümumiyyətlə indiki zamanda, amma biz bu cür unreal conditionda, yəni qeyri-real şərt cümlələrində yalnız keçmişdən istifadə edirik. %33-də if-dən sonra keçmiş sadə qoysaq, o biri tərəf should, would, could, might. If-dən sonra keçmiş bitmiş qoysaq, o biri tərəf should have, would have, could have, might have. Yəni buna uyğun mən görürəm ki, Y variantı var. If you had watched the cat, it wouldn't have eaten all the fish. Əgər sən pişiyə fikir versəydin, yəni ki, onu diqqətsiz qoymasaydın, yəni diqqət etsəydin pişiyə, o bütün balığı yeməzdi. Deməli, if-in ya hər iki tərəfi sadə formada olmalıdır, ya hər iki tərəfi perfect formada olmalıdır. 2 dənə düsturumuz var. O biriləri niyə qoymuruq? Məsələn, D variantında if-dən sonra would qoymuruq. Would o biri tərəfə düşür. C variantında indidən ümumiyyətlə söhbət gedə bilməz. Unreal conditionda, yəni qeyri-real şərt bulaq cümlələrində biz yalnız və yalnız keçmiş formalardan istifadə edirik. B variantında if-dən sonra perfect, amma o biri tərəf perfect deyil. A variantında isə o biri tərəf perfectdir, amma if-dən sonra perfect deyil. Bunlar mixed conditionaldır, o da hələ ki bizə lazım deyil bu testlərdə. 34-də if-dən sonra keçmiş qoysaq, o biri tərəf should, would, could, might olmalıdır və A variantı görürəm burada. If I had a lot of money, I would spend it on books. Əgər çoxlu pulum olsaydı, kitaba xərcləyərdim. Bax, birdən sizi aldadar had-in işlənməsi düşünərsiniz ki, bu perfectdir. Bəs niyə o biri tərəf perfect deyil? Yox, A variantındakı had perfect deyil. O var feilinin, yəni have money. Var feilinin keçmişidir. Yəni bu var feilinin keçmiş sadə formasıdır. Bu qətiyyən perfect deyil. Perfect olsaydı, təbii ki, yanında participle to da olardı. Məsələn, C variantındakı had. Bax, budur perfect. Amma C variantı niyə olmaz? Çünki if-dən sonra perfect, o biri tərəf perfect deyil. B variantına baxaq, indiki zamandan söhbət gedə bilməz. Unreal conditionda D variantı if-dən sonra və Y variantında da if-dən sonra would-lar qoymuruq. Would-lar o biri tərəfə düşməlidir.